Salam, xoş gördük hər birinizi. Növbəti podkastla qarşınızdayıq. Bugün qonağım tələbəmiz Leyladır. Xoş gördük Leyla. Çox sağ olun. Zəhmət olmasa qısa özünüz haqqınızda məlumat verin. Həm məktəb, həm də qəbul aldığınız və gedəcəyiniz universitetlə bağlı. Sonra artıq yavaş-yavaş söhbətləşək. Yaxşı. Deməli mən Landau məktəbini bitirmişəm. Oranın məzunu oldum. Qəbul olduğum universitet isə UC Berkeley. UC Berkeley hal-hazırda The Times Higher Education'a görə 8-ci yerdədir. Forbes-a görə 5-dir. İndi orada fərqlənir, amma belə ümumi top 10 sayılır. Bəli, qəbul oradan gəlib neuroscience ixtisasına. Gəl etaplı gedək. Mən istəyirəm ki, məktəbin son bir neçə ilində mən bilirəm ki, müxtəlif zəngin fəaliyyətiniz olub. Hansı fəaliyyətlərlə məşğul olmusunuz? Oradan gələk ballara, sonra artıq universitetlərə doğru yavaş-yavaş etaplı ki, bizi izləyən sizdən daha kiçik yaşlı olan, 7-də, 8-də, 9-da oxuyan müxtəlif şagirdlərdə və ailələrdə fikir formalaşsın ki, hansı yolla dünyanın 10 ən yaxşı məktəbindən birinə, belə deyək də, xəritə çizmək olar. Deməli, mən Landau məktəbinə 8-ci sinifdə getmişəm. Ondan əvvəl Pre-Landauda 1 il hazırlaşdım. İmtahan verdim və qəbul aldım. Tədris ingilis dilində keçdi, amma başqa dillərdə də var. Deməli, girən kimi başladım fərqli extracurricular aktivitelərlə məşğul olmağa. Bizim məktəbdə mən qəbul olanda artıq bir neçə fəaliyyət göstərən klublar var idi. Mən ikisinə qatıldım, hansı ki, onlardan biri Sustainability Club idi və bir də bizim qazetamız idi. Onların ikisinə də belə sadə vəzifədə qatıldım. Və o vaxtları bizdə Student Council var idi. İlk dəfə elə bil məktəbdə prezident, vitse-prezidentlər gördüm. İlhamlandım, düşündüm ki, mən də gələcəkdə istəyərəm. Elə yavaş-yavaş bu 3 extracurricular aktivitedə başladım pilə-pilə yuxarı qalxmağa və artıq 10-cu, 11-ci siniflərdə klublarda prezident pozisiyası ya da baş redaktor pozisiyası və 11-ci sinifdə prezident pozisiyası almışdım. Düşünürəm ki, bu mənim müraciətimə həqiqətən vacib idi. Çünki Amerika universitetləri və ümumiyyətlə top universitetləri o leadership pozisionlara baxır, fikir verirlər və ümumiyyətlə məktəbdə olan leadership pozisionlara fikir verirlər. Mən istəyirəm ki, o biraz qısa o Sustainability Club-da və qəzetdə nələrlə məşğul olduğunuza, ümumiyyətlə klubların nə fəaliyyət göstərdiyinə biraz toxunasınız, həm də Student Council-ın nə tip bir səlahiyyət çərçivəsində olduğu, nə tip bir il ərzində hansı işlərlə məşğul oluruz, biraz daha geniş fikir formalaşsa. Əslində eşidəndə ki, bu klublara qatılmışam, bunu sadə qəbul edirlər. Çünki bilirəm ki, dildə belə danışanda klubun bir iştirakçısı olmaq adama çox da belə, necə deyim, adamın gözündə böyük gəlmir. Amma önəmli olan odur ki, o klubda bir iştirakçı olaraq nə işlərdən məşğul olursunuz. Elə bil mən xatırlayıram ki, Sustainability Club-da bizim böyük proyektlərdən biri o idi ki, biz 8-ci sinifdə Ekologiya Nazirliyi ilə getmişdik, ağaclar tikmişdik, əkmişdik. Və onu öz extracurricular aktivitələrim sectionında, descriptionda onu qeyd eləmişdim. Və sonra bizim qazetamızda, orada xatırlayıram ki, 9-cu sinifdə yazıçı olaraq biz Nargiz maqazində bir artikel çıxartmışdıq məktəbimizin haqqında və orada da mən iştirak etmişdim bir yazıçı kimi. Sonra da Student Council düşünürəm ki, bunların içərisində ən önəmli bir aktivitələrim idi. Student Council-da mən elə bil 10-cu sinifdən vitse-prezident olmuşdum, 11-ci sinifdə prezident olmuşdum və bu 2 ilin ərzində həqiqətən mən və başqa uşaqlar çox işlər aparmışdıq. Elə bil bizdə həm biz məktəbin keçirdiyi elə bil eventlərə də qatıla bilirdik. Bizim hər il məktəbdə bake sale-imiz olur və orada yığıldığı pul hamısı fonda gedir. Təbii ki də onlar icazə verirlər ki, Student Council-da kömək eləsin
Ona görə, yəni axırda onların inventi bizim də elə bil üstünlüyümüz olur. Sonra da yəni biz fərqli uşaqlar üçün, məktəbdə olan şagirdlər üçün fərqli eventlər keçirirdik. Sonra Spirit Fridays, hansı ki elə bil hər 5-ci gün bir tematika yaradırdıq və ona uyğun şagirdlər geyinməli idilər və gəlməli idilər. Yəni belə maraqlı aktivitelər düşünürdük, fikirləşirdik və o düşünürəm ki, təbii ki, həm mənim elə bil aktivitələrimə yaşayan bir definition verdi, həm də elə bil essələrimdə, özdə daha çox leadership haqqında olan essələrimdə mənə çox kömək oldu. Bu 3 klubdan belə deyək, fəaliyyətdən başqa hansısa elədiyiniz fəaliyyət olmuşdu, hansını ki siz universitet müraciətində ekstrakurikular aktivite olaraq qeyd eləmişdiniz? Təbii ki, bəli. Əslində düşünürəm ki, yəni məktəbdən qırağa da fəaliyyətlərə qatılmaq lazımdır, vacibdir. Deməli, mənim elə bil böyük fəaliyyətlərimdən biri o idi ki, öz non-profitim var idi. Mən elə bil Landau'yu keçməmişdən qabaq dövlət məktəbində oxuyurdum 7 il və oradan çıxandan sonra tanışlarım var idi. Və mən elə bil dövlət məktəbindən özəl məktəbə keçəndə və tədris dili ingilis dilində başlayandan sonra fikir verdim ki, əslində yəni dövlət və özəl məktəblərin aralarında fərq var. Elə bil mən dövlət məktəbində oxuyanda elə bir olimpiadalar var idi ki, onlar haqqında məlumatım yox idi. Və mən də istəyirdim ki, yəni o dövlət məktəbində oxuyan şagirdlərin də eyni məlumatları olsun. Və non-profitimi onun bu ideyanın üzərində qurmuşdum. Və yeni çalışdığım qədər elə bir neçə şagird götürmüşdüm mentorluq altına. Onlara mən öz bildiyim məlumatlardan bölüşürdüm. Əla. Mən sizin LinkedIn profilinə baxanda orada bir də Teens Talk To. Bəli, həmin non-profit. O non-profit oydu. Bəli. Əla. Mən istərdim biraz da akademik wise A-level-daydım. A-level-mı götürmüşdünüz, yoxsa götürməmişdiniz? SAT, IELTS ballarınız. İndi o gələrək ki, Berkeley balı tələb eləyirdi, yoxsa yox, amma ümumiyyətlə yığdığınız akademik ballar, buna gedən proses, biraz o nöqtələrə toxunaq, sonra Kolumbiyadan danışarıq. Deməli, akademik məqamlara gələndə əslində düşünürəm ki, bəlkə də mənim akademik nəticələrim application'ımın ən zəif tərəfi idi. SAT-dən 1490 toplamışdım və superskor isə 1520 çıxırdı. Əslində universitetlərin çoxu o superskoru qəbul edir. Səhv etmirəmsə bir dənə Harvarddan başqa. Və o da düşünürəm ki, yəqin ki, bir neçə ilə onlar da qəbul edərlər superskoru. IELTS nəticəm 7.5 idi. Yəni çox da hazırlaşmadım. Elə getdim, götürdüm və elə bil IELTS elə bir imtahandır ki, dəhşət çox hazırlaşmaq, hansı çox yuxarı nəticə əldə etmək çox da vacib deyil. 7-dən yuxarı yəni bəs edər. Ona görə mən tövsiyə edərdim ki, indi gələcək şagirdlərə IELTS-a çox vaxt sərf eləməyin. O vaxtı çalışın daha çox SAT-yə sərf edəsiniz. Həm də SAT-nin verbalına hazırlaşanda o özü elə bil IELTS-ın reading sectionuna böyük kömək olur. Və mən IGCSE fənlər götürmüşdüm. 6 IGCSE fənlər götürmüşdüm. Biologiya, kimya, fizika, riyaziyyat, alman dili və bir də ingilis dili ana dili kimi. 5 fənlərdən A və S-lər almışdım. Bir dənə ingilis dilindən ana dili B almışdım. O qiymətlərimi göndərdim və sonra 10-11-ci siniflərdə A-level proqramını götürdüm. Amma A-level nəticələrimi göndərmədim Berkeley Universitetinə. Çünki yəni biraz əmin deyil idim. Hər şey üst-üstə düşmüşdü. Özdə yanvar ayında, bu ilin yanvar ayında hər şey üst-üstə düşmüşdü. Elə bil application proses mənim üçün bitirdi yanvarın 5-i. Yanvarın 8-i artıq bir imtahanım var idi. Ona görə dedim ki, o riski götürməyim. Qiymətlərimi göndərmədim. Göndərmədim. Burada bir də mənə maraqlıdır ki, sizin backgroundda Kolumbiyada 2 il öncə yay məktəbi olub. İstərdim o təcrübənizlə bağlı da danışasınız ki, onlayn mı oldu, canlı mı oldu? Ümumiyyətlə necə bir təcrübə idi, nə qədər müddət oldu, content wise? Çünki
Biri var gəzinti xarakterli yay məktəbləri. Burada gedirsən, New Yorku görmək olur, Londonu görmək olur, fərqli. Amma bir də var akademik kontentli, hansında ki dünyanın müxtəlif top universitetləri təklif edir. İstəyirəm biraz o təcrübənizlə bölüşəsiniz. Mən yay məktəbinə verəndə 14 yaşım var idi və mən xatırlayıram ki, bütün o Ivy League-lərin, top universitetlərinin yay məktəblərini araşdıranda gördüm ki, çoxu 16 yaşdan yuxarı şagirdləri qəbul edir. Həm viza cəhətdən, həm də yəni sadəcə istəyirlər ki, şagird həm biliklərinə görə. Yəni onların sadəcə elə bir kriteriyaları var idi ki, 16 yaşdan yuxarı olsun. Ona görə bir dənə Kolumbiya yay məktəbində, o da onlayn 14 yaşından qəbul edirdilər. Ona görə düşündüm ki, elə qərarım Kolumbiya yay məktəbi oldu. Yarı scholarship almışdım, full scholarship ala bilmədim. Çünki onlar full scholarship-i international şagirdlərə vermirlər. Ona görə mən yəni maksimum scholarship ala bildim onlardan bir international şagird kimi. Orada content nə idi, mövzu nə idi? Mövzu deməli mənim seçdiyim neuroscience-a aid iki bir proqram var idi. Biri elə bil neurological diseases, biri isə introduction to neuroscience. Mən düşündüm ki, introduction to neuroscience daha yaxşı olar. Həm elə bil həqiqətən də Kolumbiya yay məktəbi zamanı o introduction to neuroscience kursu görə mən elə bil neuroscience haqqında ilk biliklərimi aldım. Ona görə yəni qərarımı bu günə qədər sevinirəm. Belə 2 həftə keçmişdi. Dərslər həqiqətən də uzun çəkirdi. Həm orada time zone məsələsi də var idi. Elə bil mənim üçün dərslər başlayırdı saat 6-da, bitirirdi gecə saat 1-də. Onda full day bir proqram idi. Bəli, demək olar ki, yəni həqiqətən full day idi və dərslərdə uzun, yəni bir vaxt aparırdı. Səhv etmirəmsə elə bir 2 saatlıq dərs bir olurdu. Sonra 1 saatlıq break verirdilər. Orada da elə bir workshoplara qatıla bilirdim və sonra yenidən 2 saatlıq dərsə girirdim və təbii ki, ondan sonra yenə workshopa qatıla bilərdim. Və onu da qeyd edim ki, onların keçdiyi workshoplar həqiqətən də yəni vacib və önəmli bir workshoplar olmuşdu. Yəni yadıma gəlir ki, orada workshopların biri writing supplementals haqqında olmuşdu. Bəli, və onu da elə bil şagirdlər özü keçirdilər. Onda həqiqətən həm şagirdlər suallara çox açıq idilər. Bütün suallara cavablandırırdılar, öz esselərindən bölüşürdülər, öz elə bil o böyük advice-larını verirdilər və həqiqətən də mənə çox önəmi olmuşdu. Və ondan da əlavə təbii ki, belə Common App Essay-də necə yazmaq lazımdır, ona da aid bir workshop olmuşdu. Sonra Kolumbiya şagirdlərindən Connect proqramı var idi, onun haqqında da bir workshop olmuşdu. Hansı ki, yəni sabahsı gün icazə verirdi ki, hər hansı bir Kolumbiya alumni ilə danışım, fikrini alım və elə bil sabahsı gün Kolumbiyaya apply eləmək istəsəm, onlardan kömək alım. Əla. Burada mənim özümə də maraqlıdır, bizi izləyənlər də maraqlı ola bilər ki, neuroscience necə oldu? Artıq 9-cu sinifdə yay məktəbinə qatılmışsa, demək ki, daha əvvəldən artıq plan var idi. Neuroscience qısa nəyi öyrənir və sizə niyə maraqlı gəldi? Bu qərarı niyə verdiniz? Həm məktəbin son 2-3 ilində belə deyək, həm də artıq bakalavrla bağlı, ən azı ilkin planınız neuroscience-la bağlıdır. Bu maraq necə formalaşdı? Necə oldu ki, bu qərara gəldiniz? Biraz o haqqında danışın. Bəli, əslində çox adamlara deyəndə ki, mən bəs neuroscience sahəsini seçmişəm, onlar da maraqlı gəlir. Çünki elə bil tez-tez adamın qabağına rastlaşan bir həqiqətən də sahə deyil. Amma yəni demək olar ki, uşaqlıqdan bilirdim ki, dəqiq fənlərə marağım var. Və həmişə öz də elə bil biologiya, kimya fənləri maraqlandırıb məni. Elə bil bilirsiniz, uşaq vaxtı düşünürdüm ki, həkim olacağam. Yəni tibb sahəsini xoşlayırdım. Və elə bil araşdırma başlayanda gördüm ki, yəni necə bir kardiologiya sahəsi var, necə deyək ki, başqa sahələr var, hələ də beyin sahəsi var, neuroscience. Amma yəni həqiqətən də bu elə bil təzə sahələrdən biridir. Elə demək olar ki, son 10 ildə yəni bu sahə yaranıb. Yəni neuroscience sadəcə o bizim bildiyimiz tibbi beyin elmi deyil də. Orada elə bil
hal-hazırda süni intellekt sahəsi də var. Elə bil beyin necə insan beyni necə özünü aparırsa, onu çalışırlar replika eləməyə ki, sabahsı gün o süni intellekt elə bil o həmin replika ilə davam etsin. Belə də, yəni təbii ki, neuroengineering var, neurotechnology var. Biraz daha açsaz ondan. Yəni elə bil sabahsı gün mən deyək ki, neuroscience bakalavrını bitirsəm, mənim qabağımda olan opportunitieslər çoxalır. Sadəcə tibbə yəni yox, elə bil mühəndisliyə də gedə bilərəm, süni intellekt sahəsinə də gedə bilərəm. Amma belə yəni ilk dəfə marağım demək olar ki, anama görə yaranıb. Anamın uşaqlıqdan miqreni var idi. Mən də bir dəfə oturmuşdum, yəni çox balacadım. Bir deyərdim ki, hardasa 10 yaşım var idi. Oturmuşdum, ingilis dilinə hazırlaşırdım. Balaca bir kitab almışdım. Onu oxuyurdum və orada da mövzulardan biri elə sağlamlıq haqqındaydı. Orada maraqlı bir nüans oxumuşdum ki, bəs hydration kömək eləyir ki, insanların miqreni olmasın. Mənə də çox maraqlı gəlmişdi və elə bil uşaq beyni ilə düşünmüşdüm ki, əgər hydration kömək eləyirsə biz miqren tutulmayaq, yəqin ki, elə bil dehydration onu yaradır. Və hydration isə elə bil miqren tutulandan sonra onu kömək eləyir. Çoxlu su qəbul eləmək. Bəli. Ona görə yadıma gəlir ki, anama tez-tez su gətirirdim, eləyirdim. Anam da bir dəfə soruşdu ki, bəs niyə belə? Mən də dedim ki, bəs kitabda oxumuşam. Anam da dedi ki, yox, əslində, yəni miqren elə sağalmır. Hydration kömək edir ki, miqren tutulmayasan, amma tutulandan sonra artıq çox da elə bil köməyi olmur. Preventivdir də, yəni öncəsində kömək eləyir. Bəli. Ondan sonra mənə çox maraqlı gəldi. Çünki miqren əslində belə baxanda adama çox sadə kimi bir şey gəlir. Adamın elə bil baş ağrısıdır da. Amma baxdım, gördüm ki, yox, yəni baxmayaraq ki, çox belə sadə bir diaqnozdur. Amma hələ də onun ilacı yoxdur. Yəni belə baxıram ki, yəni dediyim kimi neuroscience təzə bir sahə olduğuna görə çox şeylər hələ sual altındadır. Təbii ki, o da yəni bir növ özü bir opportunitydir. Yəni qabağımda daha çoxlu suallar var, hansını ki araşdıra bilərəm. Əla. Gələk artıq 10-cu sinifin sonları, 11-ci sinif, siz artıq universitetlərlə, ölkələrlə bağlı qərar verdiniz. Necə oldu ki, hansı dövrdə oldu ki, dediniz ki, mən ABŞ-da oxumaq istəyirəm? Və university listə hansı öncəliklərə baxdınız ki, hansı kriteriyalara görə universitetləri seçdiniz? Biraz bu list haqqında danışaq, sonra artıq esselərə, Common App esseyinə və listə girərik. Elə bil ilk dəfə karantin vaxtı düşündüm ki, ABŞ universitetlərinə vermək istəyərəm. O vaxtları elə bil karantində hamı ailəlicə bir-birlərlə çox vaxt keçirirdi. Mən də atamla danışmağa başladım. Atam soruşdu ki, bəs hansı sahəyə istəyərsən getmək? Yəni gələcək planların nədir? Mən də atama dedim ki, bəs belə də, yəni hər hansı bir tibbi sahəyə getmək istəyərəm. Biz də atamla oturduq, kompüteri açdıq və elə bir tibb sahəsi üçün ən yaxşı universitetlərin listini açdıq. Orada da gördük ki, demək olar ki, top 10-da ən azı 8-i, 7-si Amerikanın universiteti idi. Biz də baxdıq, gördük ki, həqiqətən də yəni tibb sahəsinə və ümumiyyətcə bu biologiya sahələrində Amerika universitetləri çox qabaqda gedir. Elə demək olar ki, ondan bəri elə fiksasiyam ABŞ universitetlərində olmuşdu. Sağ olsun pandemiya deyən qrupdur. Yəni sırf ağlımda tutduğum universitetlər Amerika universitetləri olmuşdu və həqiqətən də elə bil müraciət elədiyim universitetlər hamısı Amerika universitetləri idi. Təbii ki, indi geriyə dönsəm onu eləməzdim. Avropa universitetlərinə də, bəlkə Aziya universitetlərinə də verərdim. Çünki istər-istəməz Amerika universiteti həqiqətən də özü də top universitetlər riskdir. Və atam da özü arada bir deyirdi ki, yəni həyatımı elə bil gələcəyimi böyük risk altına qoymuşam. 50-50 indi yaxşı da ola bilər, pis də ola bilər və həqiqətən də elə idi. Amma yaxşı tərəflərdən də biri o idi ki, yəni tez bitir. Müraciət yanvarda bitir. Artıq sakitləşmə. Elə bil yadıma gəlir ki, məktəbdə olanda hamı yanvarda başlayırdı elə təzə-təzə universitet havasına düşməyə, müraciət eləməyə. Mən isə artıq hazır idim. Yəni hər şeyi bitirmişdim. Yəni yaxşı tərəfləri də var.
Amma yəni hədəfim həmişə demək olar ki, yəni ABŞ universiteti oldu. Listə necə qərar verdiniz? Hansı universitetlər olsun? Çünki əksərən Dream, Target, Safety olur. Siz o şəkildəmi getdiniz? Hansı universitetlərə müraciət etmişdiniz? Kimlər üzdü? Kimlər müsbət cavablar verdi? Biraz ondan danışaq. Deməli, mən özüm üçün fikirləşmişdim ki, əslində yəni bunu tövsiyə etmirəm, amma məndə elə bil Safety Schools olmadı, Target-də olmadı. Hamısı Rich oldu. Rich və Dream demək olar ki. Amma ona görə ki, elə bil çox vaxt Safety və Target universitetlər financial aid vermirlər. Mən düşündüm ki, Amerikanın belə sadə universitetində eyni qiyməti oxumaqdansa başqa bir planla davam edərəm. Ona görə özüm üçün qərar vermişdim ki, mənə uyğun bir məsələ deyil bu. İndi hal-hazırda elə bil international şagirdlərə need blind olan Amerika universitetləri azdır. Yəni hardasa bir 10-a yaxın və onlardan da elə bil yarısı top universitetlərdir. Ivy League-lərin çoxu onlar need blinddır. Ona görə Ivy League-lərin çoxuna vermişdim. Sonra belə bilməyənlər üçün biraz daha Ivy League deyəndə təxminən hansılardır? Ivy League deyəndə ağlımızda tuturuq Harvard, Yale, Princeton, Columbia, Brown, Dartmouth, Cornell, UPenn. Hamısını dedim. Bir nəfəs hamısını saydınız. Çox vaxt Dartmouth-u unuduram. Bu səfər unutmadım. Yəni bu universitetlər, yəni Amerikanın listinizdə hamısı var idi yoxsa? Yox, Yale-dən Princeton-a vermədim. Çünki elə bil bu günə qədər statistikaya baxaraq çox şagird və hətta heç bir şagird qəbul eləməyiblər Azərbaycanlı bakalavra. Ona görə düşündüm ki, yəqin ki dəyməz. Ona görə vermədim. Bəzi şagirdlər və ailələr ilk biz olarıqmı ümidi ilə, xüsusən Princeton o ənənəsi var ki, Azərbaycanlı şagirdlərə intervyu verir, amma qəbul eləmir. Amma həm o, həm də belə nə yalan deyim, çox da marağım yox idi. Princeton mənim elə bil gözümdə daha çox belə fizikaya aid bir universitetdir. Einstein-la bağlı yəqin ki. Bəli. Ona görə yəni fikirləşdim ki, həm belə statistikaya baxaraq, həm də belə sahəyə baxaraq düşündüm ki, yəqin ki, yox, verməyim. Həm də mən xatırlayıram ki, elə bil Ivy League-ləri seçəndə girmişdim neuroscience üzrə top ABŞ universitetlərinin sahəsinə, listinə və orada elə bil Princeton biraz aşağıdaydı. Ona görə Princetonu seçməmişdim. Yale əslində istəyirdim. Belə qalmışdım son anda, fikirləşirdim verim, verməyim. Amma özü də onu deyim ki, yəni neuroscience listində qabaqdaydı. Amma sonra fikirləşdim ki, yox, yəqin ki, o da həm zaman aparacaq, ekstra elə bil vaxt, ekstra pressure. Yəni ona görə bunların hamısını ağlımda tutanda dedim ki, Yale-dən Princeton-u saxlayım. Əslində Cornell, Columbia hal-hazırda need aware-dir. Harvard, Brown, Dartmouth onlar need blind idi və bir də UPenn, o da need aware-dir. Əslində bu dördünə də vermək belə elə bil mənim məntiqimə uyğun deyil idi. Amma sadəcə bir anlıq o eyfariyaya düşdüm. Dedim ki, Ivy League-dir, nə olursa olsun verim. Və sonra təbii ki, dövlət proqramına da baxmışdım. 2024-cü dekabrında elə bil DIP-nin ABŞ universiteti, yəni qəbul elədiyi ABŞ universitetlərinin listi çıxmışdı. Onda elə bil Şanqayı götürmüşdülər. Ona görə Kolumbiya ümidim yox idi. Chicago-yu isə verməmişdim. Qalanları əslində DIP-də sahədə olan universitetlərin çoxu onsuz da özləri need blinddır və özləri verirlər. Səhv etmirəmsə Stanford, Caltech və Berkeley, yəni 3 universitetlər idi ki, hansı ki need verdilər. Və onu da deyim ki, yüksək universitetlər heç ümumiyyətlə international şagirdlərə
financial aid vermirlər və onlarda hətta elədi ki, o vaxtları bu UC universitetləri, University of California universitetləri qurulanda elə bir sistemə uyğun qurulmuşdular ki, sırf Kaliforniyada yaşayan şagirdlərə qabağa çəksin və ona görə də hal-hazırda Amerikada, Kaliforniyadan qırağdakı ştatlarda yaşayanlar şagirdlər isə, yəni çətinlik çəkirlər financial aid almaqda. Yəni sistem elə qurulub və o sistemi də dəyişmək üçün zaman lazım olacaq. Ona görə onlar düşünürlər ki, yəni necə varsa struktur elə də qalsın. Və səhv etmirəmsə, hal-hazırda həqiqətən də UC Berkeley-nin özündə bir 70% şagirdlər Kaliforniya şagirdlərdir, bəli. Və özü də elə bil başqa ştatlardan gələn şagirdlər bir 20%-dir, hardasa belə 20%-dir. International şagirdlər həqiqətən azdır və hətta indi elə bir hal-hazırda artıq elə bir məqamdayım ki, şagirdlərlə əlaqə qurmağa başlayıram və orada həqiqətən də fikir verirəm ki, çox az international şagird var. Elə bil Berkeley-nin özünün acceptance rate 11%-dir, amma elə bil universitetləri o acceptance faizlərin belə açsaq, görəcək ki, əslində international şagirdlərə hətta daha azdır. Səhv demirəmsə, Berkeley üçün 3-4%-dir. Başqa Ivy üçün 5%-in altındadır. Bəli. Internationallar üçün 5%-in altındadır. Başqa Ivy-lərdə isə onlarda faiz artıq onsuz da çox az olduğuna görə international şagirdlər üçün 1%, 2%. 1%, 2%. Yəni həqiqətən məncə Berkeley-də 3 qrupundadır, yəni 3 yerlərdə. Ona görə həqiqətən də o international şagirdlər üçün o proses və müraciət prosesi daha çətindir. UC-lərdən bütün UC listə apply eləmişdiniz. Yəni University of California'da Berkeley var idi, sonra UCLA var idi. LA var idi, sonra UC Davis, UC Irvine, bir də UC San Diego. 9-undan 5-nə vermişdim. Yuxarıda olan hamısına vermişdiniz də. Hə, demək olar ki, hamısı o topa düşənlərin hamısına vermişdim. Rejection listinizdə başqa var idi yoxsa UC-lər? Var idi. Elə bil o 6 Ivy və New York Universiteti ilə Stanford Universiteti. Okay. Aha. UC-lərdən o 5 UC, əslində həqiqətən mən bunu deyirəm ki, UC application çox uğurlu oldu mənim üçün. Rejection gəlmədi, sadəcə UCLA waitlist olmuşdu. O da elə bil UC Berkeley-dən cavab gələndən sonra artıq waitlistdə qalmağa qərar verdim ki, qalmıram. Bir də onu deyim ki, Ivy League-dən Brown-dan waitlist gəlmişdi mənə. Qalanlarından rejection, sadəcə Brown-dan waitlist gəlmişdi. O da dediyim kimi, elə bil Ivy Day-dən Berkeley cavabları eyni gündə çıxırdı. Bir yarım saat fərqləri var idi. Və ona görə gördüm ki, Berkeley-yə qəbul olunmuşam. Dünya bitdi də. Yəni bütün o waitlistləri elə bil reject elədim. Və əslində, yəni elədir ki, waitlistləri reject eləmək lazımdır əgər həqiqətən düşünürsünüz ki, istəmirəm bu universitetə getmək. Çünki waitlist azalanda elə bir o waitlistdə həqiqətən qalmaq istəyən şagirdlərin şansı çoxalır. O uşaqlara fürsət olsun. Bəli. Elə bil ona görə də elə Berkeley-dən cavab alan kimi başqa universitetlər elə bir qəbul gəlir və onlar sonra soruşurlar ki, getmək istəyirsiniz bu universitetə yoxsa yox. Elə vaxtında da, yerində də götürdüm, hamısını reject elədim. Çünki dediyim kimi o başqa waitlistdə olan şagirdlər üçün şans artıra bilər. Əla. Mənə maraqlıdır ki, esselərdə nədən danışmışdınız? Əgər şəxsi toxunmaq istəmədiyiniz məsələlər varsa, okey, amma ümumi fikir olsun deyə həm Common App-də, həm UC-nin portalında özünüzü necə mövqeləndirmişdiniz, nələrə toxunmuşdunuz, supplementallarda nələrdən danışmışdınız. İstəyirəm ki, bizi izləyən və dinləyən şagirdlərə və ailələrə faydalı olsun. Biraz fikir asasınız ki, necə oldu? Çox vaxt indi şagirdlər mənə yazanda, soruşanda elə bilirlər ki, UC Berkeley Common App elə bir sayəsini girir, amma elə deyil. Noyabrda ayrıca treklər var. Noyabrda, bəli. Elə o fərqləri deyim ki, şagirdlər bilsin. Elə bil, yəni ağlımda tutduğum 3 böyük bir fərq var. Biri odur ki, Early Decision, Early Action yoxdur. University of California portalında elə bir şey yoxdur. Hamı regular verir. Amma onu deyə bilərəm ki, Early Admission sadəcə o vaxt olur ki, onlar
hansı şagirdi tez qəbul etməyə qərarına gələ bilərlər. Yəni Berkeley İçəridə üçün agreement bəli. yuxarı olsa. Bəli. Elə bil Berkeley üçün fevralın 7-si onlar elə bil belə top qualifying şagirdlərə müraciət qəbul olduqlarını göndərmişdilər. Aha, bəli. Bir onu qeyd edirəm. Sonra onu qeyd edərdim ki, deadline biraz tez qutarır. Mənim elə bir xəbərim yox idi. Ona görə o deadline-dan bu il dekabrın 2-si idi. Keçən il noyabrın 30-u idi. Mən yəni öyrənəndə ki, dekabrın 2-sidir deadline, artıq noyabrın ortası idi. Tez başladım hazırlamağa esseləri. Amma bir yaxşı da tərəfi var ki, onlar letters of recommendation istəmirlər müəllimlərin və SAT-yə də baxmırlar. Və üçüncü də belə qeyd etmək istədiyim bir məqam odur ki, esselər UC universitetlər elə bir 8 sual verir, sizin qabağınıza qoyur. O 8 sualdan 4-ün seçirsiniz. 250-350 söz arası bir cavab verirsiniz. Və onu da deyim ki, o Common App-də necədirsə, burada da bütün o esselər, extracurricular, onlar hamısı universitetlərə elə gedir. Yəni artıq universitetlərə ayrıca supplemental yazmaq lazım deyil. Amma bir neçə dəfə eşitmişəm ki, elə olub ki, universitetlər istəsələr şagirdə e-maildən bir neçə əlavə sual, yəni soruşa bilərlər. Məndə elə bir şey olmadı, amma yəni elə bir şey edə bilərlər. İntervyuya da çağıra bilərlər. Baxmayaraq ki, çox nadir hallarda, amma onu eləyə bilərlər. Bir də əslində fərq yadıma düşdü. Odur ki, Common App-də elə bil 10 yer extracurricular aktivitelərə verirlər və 5 yerdə awardlara verirlər. Amma UC application-da da elədir ki, 20 yeri verirlər və tay fərqi yoxdur. Siz qərar verirsiniz. Neçəsin awardlara ayırırsınız, neçəsin extracurriculara ayırırsınız. Yəni fərqlər belədir. Əslində belə baxanda mənim üçün daha asan təbii ki, UC application gəldi. Çünki hər şey çox konkret, daha straight, hər şey çox aydın və amma başqa şagirdlərə nə belə deyim, çətin gələ bilər. Elə bil onlar artıq letter of recommendation-a baxmırlar və bir də SAT-yə baxmadıqlarına görə o deməkdir ki, sizin extracurricularınıza və essələrinizə xüsusi bir fikir, həm də xüsusi bir belə deyim, attention ayıracaqlar. O da elə bil biraz akademik cəhətdən güclü və biraz elə bil esseləri zəif olan şagirdlər üçün biraz elə bil narahatçılıq yarada bilər. Anladım. Esselərdə hansı topikləri seçmişdiniz yadınızda qalma yüzlərin halında və nələrdən yazmışdınız? Deməli, mənim seçdiyim 4 sual, biri leadership position haqqındaydı. Elə bil mən nə vaxtsa özümü lider kimi hiss etmişəm və hiss etmişəmsə necə olub. Sonra ikinci seçdiyim sual açıq sual idi. Yəni orada 8-ci sual elədi ki, yəni nə haqqda yazmaq istəyirsiniz? Onu seçmişdim və açıq sualı seçmişdim. Üçüncü seçdiyim sual sevdiyim sahəmə, seçdiyim ixtisasıma məktəbdən qıraqda olan sevgimi necə göstərmişəm, necə o passion məndə yaranıb və nə qədər dedicated olmuşam, o haqqda danışdım. Və dördüncü sualda elə bil mənim talant haqqındaydı. Elə bil nə skillim var, nə talantım var ki, məni başqalarından ayırır. Deməli, birinci sual hansı ki leadership position haqqında olan sual. Onu dediyim kimi student council olan bir təcrübəmdən yazdım. Elə bil bir student council olaraq model UN keçirtmişdik, hansı ki BMT stimulyasiyası və orada mən elə bil leadership position almışdım. Və orada da delegatlar olur. Mənim və o delegatdan olan aramızda o experience haqqında danışdım. Elə bil
qız 13 yaşdaydı. O da elə bil MUN-lər üçün biraz azdı. Yəni 7-ci sinifə keçmişdi. 7-ci sinifdə amma MUN-ə qatılmışdım. Mən də fikir verirdim ki, başqa elə bil deleqatlar daha professional, həm yaşda böyük, həm də belə təcrübədə böyük olduqlarına görə biraz çəkinirdi. Mən də yaxınlaşdım, onunla kontakt qurmağa çalışdım. Qız elə bil sadəcə bir dəfə durdu, fikrini bildirdi, amma yəni xatırlayıram ki, çox özündən qürur duyurdu. Düşünürdü ki, heç durmayacaq, danışmayacaq, amma danışdı və baxmayaraq ki, mən bunu yəni çətinlik çəkən bütün deleqatlara eləyərdim. Mənim yadımda qaldığım o idi ki, sabahsı gün mesaj yazmışdı mənə. Böyük bir mesaj yazmışdı, təşəkkürlərimi bildirirdi. Onda fikirləşdim ki, həqiqətən də yəni çox vaxt elə bil və hətta mənim elə bil deyək ki, bir belə deyim, çatdığım yaşa qədər düşüncəm liderlər haqqında o idi ki, onlar daha çox bilirlər və elə bil daha çox bildiklərinə görə çox onların üstünə düşür və onlar belə deyim daha superiordur. Amma əslində yəni görürəm ki, çox da düzgün bir definition deyil. Liderlər düzdür, çox bilirlər, amma onlar lider ona görə olurlar ki, o biliklərini başqaları ilə bölüşürlər. Elə bil başqaları üçün o yol yaradırlar. Yəni o haqqda danışdım. Əla. İkinci isə sual seçimim açıq sual idi. Və o açıq sualda Kolumbiya Yay Məktəbi yazdığım mövzunu yazmışdım. Elə bil biz yayda 2 ay Moskvada qalmışdıq. Qaydanda isə həm təzə məktəbi keçmişdim, həm də biraz özümü ölkəmdən elə bil uzaqda hiss eləmişdim. Amma bizdə yəni Azərbaycan dili dərsləri gedirdi, Azərbaycan tarix dərsləri gedirdi. Yəni çox belə normal yanaşırdım onlara. Amma bir dəfə elə olmuşdu ki, bizim tarix müəllimimiz bizə demişdi ki, bəs uşaqlar gələn həftə çox maraqlı mövzu keçəcək və çox da vacib mövzu keçəcək. Hazır olun. Təbii ki, yəni adamın maraq yaradır, bir intriqa yaradır ki, bəs görəsən nə mövzudur ki, elə bizim tariximizdə nə mövzu ola bilər ki, yəni o qədər maraqlı və o qədər önəmlidir. Və təbii ki, elə də çıxdı. Elə bil 19-cu əsrdə olan intelligensiya haqqında danışmışdıq. Və orada yadıma gəlir ki, sırf Əkinci jurnalı mənə çox belə təsir eləmişdi və mən orada düşündüm ki, yəni baxmayaraq ki, o vaxtları 19-cu əsr bizim ölkəmiz üçün çox çətin idi. Ona baxmayaraq cəsur insanlar tapıldı ki, ölkələri üçün riskli olsa da, yəni böyük addımlar etməyə hazır idilər. Mən də düşündüm ki, təbii ki, onun üçün mən də istəyərdim ki, nə vaxtsa öz ölkəm üçün belə bir şey, belə bir fürsət yaradım. O haqqda yazmışdım. Üçüncü esse sualım, seçdiyim sual olmuşdu ki, mənim sahəmə, ixtisasıma olan marağım məktəbdən qıraq. Bu sual maraqlı bir sual idi. Ona görə ki, bir neçə il bundan qabaq bu sualı məktəbdən qıraq elə bil o sözün əlavə etməmişdilər. Ona görə çox şagirdlər də o məktəbdə olan fənlər haqqında danışırdılar. Məktəbdə olan o elədiyi fəaliyyətlər haqqında danışırdılar. Ona görə bunlar da fikirləşdilər ki, bir neçə ildən sonra bu məktəbdən qıraq sözünü əlavə etsinlər ki, görsünlər ki, şagirdlər məktəbdən qıraq həqiqətən də o fənlərdən əlavə nə eləyiblər. Və elə həmin o sualda o bayaq danışdığım anam haqqında hekayəni danışdım. Üstünə əlavə etdim ki, Kolumbiya Yay Məktəbinə getdim. Sonra məqaləm var idi, onun haqqında danışdım. Və məqalə vaxtı nə çətinliklərim oldu, onun haqqında danışdım. Və axırda da əlavə etdim ki, bəs mən UC Universitetinə gedəndə nə istəyərəm eləmək, əlavə ki, bu çətinlikləri elə bil yerdən götürüm və başqa elə bil research opportunities yaradım. Birinci öz ölkəm üçün, sonra da artıq başqa ölkələr üçün. Allah.
Və dördüncü də sual o idi ki, bəs mənim talantım. Düzün desəm, sualların çoxu belə dərin suallar idi. Ona görə bu sual mənim elə bil axırıncı ümidim idi. Başqa suallar həqiqətən çox dərin gəlirdi mənə. Amma elə bil o vaxtları adam universitetə müraciət edəndə özün çox da özgüvənli hiss etmir. Ona görə ağlıma elə bil talant deyəndə hər hansı bir talantım yadıma düşmürdü. Fikirləşmirdim ki, ayda mənim nə talantım var belə ki, hansısa o haqqda danışa bilərəm. Və özü də yeni maraqlıdır da. Çünki mən bilirdim ki, elə bil esselər yazmamışdan əvvəl girmişdim sample esseləri oxumağa. Bu suala baxırdım ki, möhtəşəm suallar, yəni nə bilim, ISF-ə gedənlər olub, o haqqda danışıblar. ISF-də elə bil hətta xatırlayıram, oğlan elə bil ISF-də iştirak etmişdi. ISF-də yeni high school şagird üçün ən prestijli olimpiada sayılır. Oğlan ISF-ə getmişdi. Axırıncı momentdə elə bil onların proyektində nəsə səhv getmişdi. Və onun talantı da o idi ki, bəs critical thinking-i çox yaxşı olduğuna görə o səhvi düzəltmişdi. Mən də bunu oxuyuram, düşünürəm ki, yox da, yəni o səviyyədə deyiləm. Ona görə düşündüm ki, biraz maraqlı bir turn götürüm bu suala. Elə bil 9-cu sinifdə belə bir maraqlı bir şey baş vermişdi kimya dərsində. Bizim elə bil kimya müəllimimiz xoşlayırdı ki, bizə elə bil deyək ki, IGCSE A-level'dan hər hansı bir çətin bir sual versin. Baxsın, görsün ki, kim bunu eləyə bilər və kim eləyirdisə, ona elə bil ekstra point verirdi. Sabahsı gün bizdə midterm olanda o ekstra pointlər yığılırdı. Yəni qəşəng 10 pointa qədər həqiqətən də qalxırdı qiymətlərimiz. Bizə dedi ki, bəs belə bir maraqlı sual var. 11-ci sinifin sualıdır. Amma biz o mövzunu keçmişik. Sadəcə ona maraqlıdır ki, kim bunu eləyə bilər. O sualı verdi, yazdı və dərsimiz 1-ci gün idi. Amma elə bil 2 dərsin arasında bizdə tələffüz var idi. 2-ci dərsimiz isə 5-ci gün olacaqdı. Dedi ki, 5-ci günə qədər sizə vaxt verirəm. Biz də o vaxtı görəndə düşündük ki, həqiqətən də yəni çətin yox, bir çaşdıran bir sualdır. Dedi ki, bəs bu sualı tapana 15 bal verəcəm. Həmişə 5 verir. Bu səfər dedi ki, yox, 15 verəcəm. Təbii ki, 15 balda həqiqətən də adamın gözünə durur da. Necə deyim, 4-dən 5-ə qaldıra bilər qiyməti rahat. Ona görə düşündüm ki, bəs mən bu sualı eləmək istəyirəm. Bu sualın cavabını tapmaq istəyirəm. Uşaqlar da sadəcə dedi ki, elə bil kimya müəllimimizə ki, bu qədər çətin sualdırsa 15 bal azdır. Nəsə belə zarafatlaşdı hamı sinifdə. O da dedi ki, onda bəs nə istəyirsiniz? Biz nəsə dedik ki, zarafatda yəni yenə də. Çünki heç kim düşünmürdü ki, sualı həqiqətən oturub eləyəcək. O qədər qorxmuşduqsa. Dedi ki, yaxşı, sizə şokolad gətirərəm. O da bizdə elə bil kimya müəllimimiz biraz qurman kimi idi. Dedi ki, bəs mən şokoladımı İtaliyadan gətirirəm. Yəni bahalı bir şokoladdır. Biz də hamımıza çox maraqlı gəldi ki, bəs belə qurman insanın sevdiyi şokolad necə ola bilər? Nəsə belə danışdıq. Mən də o tələffüzü götürdüm. Elə bil bizdə lunch idi. Mən də götürdüm, sinifdə oturdum, lunchımı yeyirəm, sual eləyirəm. Nəsə eləyirəm. Axırda görəm ki, tapdım. Tez qaçıram müəllimimin yanına. Deyirəm ki, bəs mən tapmışam. Deyir ki, yaxşı, onda 15 bal istəyərsən, yoxsa şokolad istəyərsən. Mən dedim ki, şokolad istəyərəm. Amma təbii ki, sonra peşman oldum. Çünki bir həftədən sonra bizdə midterm həftəsi idi. Kimya imtahanı da dəhşət çətin gəlmişdi. Keçdiyimiz mövzu elə bil kalkulyasiya mövzusuydu. Mollar, fərqli elementlər, hamısı bir-birinə qarışmışdı. Çətin gəldi hamıya. Elə bil həmişə elə bil imtahandan çıxandan sonra uşaqlarla yığışırıq, müzakirə gedir. Bu səfər yığışmışıq uşaqlarla, müzakirə edirik, hamıda fərqli cavablar. Gördüm ki, yox, vəziyyət həqiqətən pisdir. Qaçıram müəllimin yanına, deyirəm ki, bəs şokolad istəmirəm. Gəlməyib elə şokolad. Gəlib yemişəm də hamına sinifdə bölüşmüşəm, hətta evdə gəlmişəm, evdəkilərdən bölüşmüşəm. Yəni şokolad da böyük idi, həqiqətən böyük idi.
Hamı yeyib, artıq unudulub. Gəlmişəm demişəm ki, bəs nə olar 15 xalı gətirə bilərəm. Yeni fikrimi dəyişdim. Dedi ki, yox, artıq şokoladı yemisən. Şokoladda baha 50 manatlıq. Mənlə zarafatlaşdıq. Get onda mənə 5-6 şokolad al gətir Alpen Golddan ki, 15 balı sənə qaytarım. Belə zarafatlaşdım, amma mən fikirləşdim ki, əslində, yəni 5-6 şokolad o qədər də çətin deyil. Təbii ki, özüm almağı fikirləşmirdim. Bizdə elə oldu ki, elə bil kimya birinci imtahanlardan biri idi. Sonra imtahanlar bizdə biologiya qalmışdı, fizika qalmışdı, riyaziyyat çoxu qalmışdı. Bizdə də elədi ki, sırf imtahanı bir neçə dəqiqə qalmış adamın ağlına suallar gəlir və adam fikirləşir ki, bəs mən bu sualın cavabını bilirdim, indi bilmirəm. Hamı başlayır bir-birindən danışmağa ki, bu sual necə idi, bunun cavabı necə idi. Məndən də o sualları soruşanda mən deyirdim ki, bax, mən sənə cavabı deyirəm, amma sabahsı gün mənə şokolad gətir. Yəni, belə olmuşdu. Sonra da o müzakirə zamanı, elə bil, xatırlayıram ki, 2 şokolad o müzakirə zamanı aldım. Fizika imtahanından çıxdıq, bir sual var idi və orada da təbii ki, debatlar yarandı. Bir neçə şagird var idi, deyirdi ki, belə cavab. Mən də deyirdim ki, yox, belə cavab olmalıdır. Nəsə, razılaşdıq. Dedim ki, bəs mən düz çıxsam, mənə şokolad gətirin. Siz düz çıxsanız mən sizə gətirərəm. Amma mən əmin idim ki, 100% ki, cavab məndə düzdür. Bir ona görə ki, müəllim yaxınlaşmışdı mənə, artıq demişdi ki, qiymətim 100-dür. Yəni bilirdim ki, hansı da bir elədə desəm. Ona görə dedim ki, heç nə olmaz. Getdik, hamımız yığışdıq müəllimin yanına. Müəllim də dedi ki, yox, Leyla düzdür. Yəni belə 5-ci günə 5-6 şokolad yığmışdım hamıdan. Mən də bu 5-6 şokoladla getdim kimya müəllimimizin yanına. Dedi ki, sən dəlisən, niyə bu qədər pul xərcləmirsən? Dedim, yox, xərcləməmişəm. Əslində hamısı belədir. Yəni belə strategiyanı istifadə edib 15 xalı istəyirəm. Dedi ki, onda o şokoladı özünə saxla, 15 balı da sənə əlavə edəcəm. Qiymətim belə 75 çıxırdı. 15 balı da əlavə elədi, 90 çıxdı. Sinifdə yeganə A-star çıxdı. Bu qabiliyyətin haqqında danışmışdın. O haqda danışdım ki, bəs mən belə strategiya istifadə edə bilirəm. Yəni həqiqətən ən sevdiyim esselərdən biri oldu. Məncə o oxuyucuya da çox maraqlı gələcək esse idi. Elə idi. Yəni Common App-də bunun hansından danışdın? Common App-də elədiyim səhv o oldu ki, Common App-də artıq bütün o UC-lərdə yaratdığım tematikanı dəyişdim. Çünki o UC ilə Common App application aralarında bir ay fərq var idi. Mən də düşündüm ki, baxdım UC applicationıma, bir həftə sonra düşündüm ki, yox, çox pisdir. Esselər çox pisdir, ekstrakurikular çox pisdir və mən hətta əmin idim ki, UC-dən heç bir cavab mənə gəlməyəcək. Ona görə Common App-da hər şeyi dəyişdim. Eyni, elə bil buradakı essələrin heç birini istifadə etmədim. Tamamilə başqa bir hekayələr yazdım. O da elə bil həm ona energiya az qalmışdı məndə, həm elə bil ağlıma da nə ideya gəlirdisə, sırf bu ideya olmasın deyə götürdüm, yazırdım. Belə olmuşdu, amma onu deyim ki, niyə düşünürəm ki, Brown Universitetindən mənə waitlist gəldi? Çünki yenə həmin o səmimiyyətimi Brown esselərində göstərdim. Elə bil başqa universitetlərə artıq adam fikirləşir ki, Ivy League-dir. Yəni yəqin ki, ciddi olmaq lazımdır. Yəni o elədiyim burada zarafatı burada eləyə bilmərəm. Yəni ona görə biraz daha ciddi mövzuları seçdim Ivy League-lərə. Brown-a isə yox. Hətta Brown-da yadıma gəlir ki, qısa suallar var idi. Onların biri o idi ki, bir dərs olsaydı nə dərs seçərdiniz? Mənim də sevdiyim bir oyun var idi. Blockmaster'dı da. Orada da elə bil blokları yığırsan, xal qazanırsan. Tetris oxşayan bir şeydir. Tetris oxşayan bir şeydir. O haqda yazmışdım ki, bəs mənim rekordum budur, bəs mən belə dərs keçərdim, strategiyalarım var belə elə. Yəni Brown essələrini həqiqətən belə ürəkdən yazmışdım və düşünürəm ki, o səmimiyyəti saxladığıma görə waitlist gəlmişdi. Təbii ki, sırf o UC-də olan kimi maksimuma qədər saxlamamışdım o səmimiyyətimi. Amma yəni onu elə demək istəyirəm ki, indi artıq avqustun 1-i çox az qalıb, Common App açılır. University of California application-da açılır. Ona görə indidən yəni izləyicilər burdan deyim ki, səmimi olmaq çox vacibdir. Yəni
bilirəm ki, özünüzü bir sadə bir insan da saysaz, çox da belə deyim, filosofiyanı sevən, həyatı çox yaxşı anlayan bir insan kimi özünüzü görməsəz belə, yəni o səmimiyyəti saxlamaq çox vacibdir. Çünki onsuz da universitetlər bilirlər ki, müraciət edən şagirdlər 16-17 yaşdadır, maksimum 18 yaşda, 18-19 yaşda və onlar o həyat haqqında elə bil sizin bilikli olduğunuzu gözləmirlər. Amma onu gözləyirlər ki, siz səmimi olasınız, öz maraqlarınızı göstərə biləsiniz, yəni sizin olan prinsipləri də göstərə biləsiniz. Yəni dediyim kimi səmimi olmaq həqiqətən çox vacibdir. Və səmimi olduğum aplikasiya daha uğurlu çıxdı. Rejection gəlmədi, amma özümü daha ciddi müəllimə moduna girdiniz. Çox ciddi göstərməyə çalışan aplikasiyalarım isə çox da uğurlu olmadı. Anladım. İndi artıq elə bir nöqtədəsiniz ki, artıq universiteti konform elədiniz və bir müddət sonra artıq dərslərə başlayasınız. Ümumiyyətlə qəbuldan sonra Berkeley hansı bir proses eləyirmi? Yəni hansı bir kommunikasiyası olurmu? Məsələn, indi bu ana qədər bəzi universitetlər nə bilim pre-enrollment klassları olur, hansısa bir məlumatlar, nə bilim counselor təyin eləyirlər. Belə bir proses oldumu məsələn Berkeley ilə bağlı kommunikasiyada? İstəyirəm ki, elə bil post admission nöqtəsindən danışaq ki, artıq sizə qəbul gəldi, bildiniz ki, Berkeley-ni təsdiqlədiniz, digər imtahan verdiniz. Sonrası necə oldu? Birinci onu deyim ki, yəni onsuz da bilirdim ki, Berkeley top universitet olduğuna görə orada koordinasiya, orada belə necə deyim, punktuallıq öz yerində olacaq. Amma gözləmirdim ki, həqiqətən hər şey bu qədər dəqiq, hər şey bu qədər konkret olar. Elə bil bizdə elədir ki, məktəbdə necə deyim, indi başqa məktəblərdə, ümumiyyətcə məktəb vaxtlarında nəsə bir e-mail yazırsansa, cavab gəlməyə bilər 3 günə, 4 günə, artıq gedirsən, yaxınlaşırsan. Amma burada belədir ki, yəni e-mail yazırsan, üstünə düşürlər. Yəni hər şeyi yerində, vaxtında məlumat bildirirlər. Hər şeyi elə bil əvvəlcədən başa salırlar və həqiqətən o mənə biraz belə culture shock kimi gəldi. Baxmayaraq ki, yəni əslində bunu gözləmək lazım idi. Və təbii ki, elə Berkeley-nin o marağı o post-enrollmentdan sonra başladı. Artıq orada elə bil həm counselor ayrılır, advisor olur. İndi counselor başqadır, advisor başqadır. Biraz açıqlasınız. Aha, indi açıqlayacağam. Counselor elə bil Berkeley-də bir neçə kolleclər var. Mənim qəbul olduğum college College of Letters and Science adlanır. Nə maraqlıdır. Bəli. Başqa elə bir College of Engineering var, Computer Science, Data Science, College of Chemistry var, HAS var, hansı ki məşhur biznes məktəblərdən biridir. Mənim qəbul olduğum həmin College of Letters and Science-dır. Ona aid bir counselor olur. O counselor elə bil ümumi məlumat verir, ümumi suallarınız olursa, onlarda elə bil office hours kimi adlanan kimi bir Zoom mitinqləri olur. Elə bil deyirlər ki, bu həftənin bu günləri bu vaxtlarda boşam, Zoom-da olacam. İstədiyiniz vaxt girə bilərsiniz, suallarınızı soruşa bilərsiniz. Biraz dediyim kimi time zone fərqi olduğuna görə daha çox counselorumdan kommunikasiyanı e-mail vasitəsilə edirdim. Yəni e-maildən daha çox counselorumdan danışırdım və hətta onu deyim ki, counselorumdan əslində çox da ünsiyyətli olmaq lazım olmadı. Çünki o qədər məlumatlı bir e-mail yazırlarsa, göndərirlərsə, artıq ikinci dəfə sualı soruşmaq lazım olmur. Advisor isə elə bil indi hal-hazırda mən advisorumdan danışıram. Advisor kömək edir ki, major'a uyğun career choice-lar eləyəsən. Və mənim advisorum bir xanımdır. Elə bil biologiya departamenti mənə kömək olur. Və mənim bəxtimə mənim advisorum əslində social neuroscience üzrə mütəxəssisdir. Yəni həqiqətən birbaşa mütəxəssis. Mənə yaxındır. İndi hal-hazırda biz nə danışmışıq? İndi gələcək planlarımı da deyim, nə düşünürük advisorumdan.
Mən istəyirəm bu il elə bil requirementslər var. Bütün majorların öz requirementsləri var. 2 ilin ərzində onları yerinə yetirməlisən ki, sonra 3-cü kursda artıq o majoru qəbul edəsən və o majordan davam edəsən. İndi onu da deyim ki, sinif seçmə günü də bitdi. İndi mən öz skedulumu bilirəm, hansı dərslərimi bilirəm və o haqqda danışacağam. Çünki həqiqətən çox maraqlı bir prosesdir. Hal-hazırda mən bu semestr götürəcəm 4 requirement fənlərdən ikisini, kimya ilə kalkulusu götürürəm. Kalkulus dərsi elədir ki, çox majorların requirementidir. Demək olar ki, Berkeley-də olan majorların 90%-nin requirementidir. O qədər vacibdir. Elə bil biz düşünmüşük ki, bu il çalışım, neuroscience requirementlərin hamısını bitirim. 2 ilə yox, elə bir ilin ərzində. Çünki 2-ci ildə istəyirəm ki, bioengineering double major götürüm, simultaneous degree. Və o 2-ci ilin ərzində isə o bioengineering olan requirementləri bitirim. Amma dediyim kimi, elə fənlər olacaq ki, onları artıq 2-ci dəfə götürmək məcburiyyətində olmayacaq. Bəli. Ona görə advisorum dedi ki, çox rahatdır. Bioengineeringdə neuroscience ya da bioengineering və hər hansı bir biological major çox asan gəlir. Dedi ki, elə bil qabağımda daha çox opportunitylər olacaq. Elə bil sabahsı gün mən ona dedim ki, mən bilmirəm, tibbi istəyirəm yoxsa mühəndisliyi istəyirəm. Tibb hələ də açıq qalıb orada. Açıq qalıb. Ona görə o da mənə tövsiyə elədi ki, bəs bioengineering götürüm, neuroscience götürüm. Və indi elə bil hal-hazırda neuroengineering sahəsi də elə bil məşhurlaşır. Ona görə mənə dedi ki, yəni sənin vaxtın var, yəni bitirənə qədər o sahə daha çox məşhurlaşacaq və sən elə bil o sahədə ilklərdən biri ola bilərsən. Belə tövsiyə verdi. Və Berkeley-də belə bir proqram da var. Birinci ilini yaxşı bitirirsənsə, high GPA ilə onların LSBE proqramı var. Hansı ki, yəni elə bil Berkeley-yə yenidən müraciət edirsən. Esselər, intervyular, hardasa bir 50 şagird seçirlər, səhv etmirəmsə, ki business administration degresi də ala bilsin. 3 mü olur bu onda? Elə bil neuroscience-dan bioengineering joint kimi gedir. Okay. Business administration isə, yəni onu necəsə ora əlavə edirlər ki, həm dərslər çox olmasın, amma o business administration'da da o sahədə davam edə bilərsiniz. Amma bunların da məsələsi odur ki, business administration belə ağlımıza gələndə biraz broaddur, biraz açıqdır. Amma mənim seçdiyim business administration daha çox biotechnological business administration olacaq. Yəni sırf ona uyğun. Bizneslər, startaplar. Belə. Mənə dedi ki, bəs mən düşündüm ki, çox çətin olur da, elə bil belə. Dedi ki, yox, əslində yəni çətin və belə deyim, həqiqətən adam belə bunları eşidəndə çətin gəlir, amma dedi ki, yox, yəni çox da çətin deyil. Amma yəni sabahsı gün qabağında həqiqətən çox opportunitylər açılır. Elə bil sabahsı gün öz biotech bir startupını da başlaya bilərəm və bu proqramı bitirənlərə sonra elə bil alumnaylara dəstək 2 qat elə bil olunur. Berkeley-nin öz internship və entrepreneurship labları olur və onlarda elə bil artıq gedib fəaliyyət göstərə bilərsən. Yəni belə gələcək 4 illik planım hal-hazırda budur. Yəni belə düşünürük. Çox dolu görsən, yəni çox. Amma tibb orada belə anlayıram ki, açıq qalıb. Qalıb, hə. Amma yəni tibb sizin istəyinizdir yoxsa valideynlərinizin istəyidir? Yox, əslində tibbi nəyə görə istəyərdim? Çünki elə bil uşaqlıqdan bir marağım olub və o maraq hələ qalıb. Amma yəni çəkindiyim məqam odur ki, tibb həqiqətən çox uzun çəkir. 4 il bakalavr bitirəsən, sonra 4 il medical school, sonra mənim sahəmə uyğun minimum 4 il residency. O da artıq gəlir, çıxır elə bil 30 yaşa, 32 yaşa. Həm də elə bil çox həqiqətən baha çıxır.
Amma yəni bu sahələrdə getsəm, DP-yə görə qaydanda elə bil mənim üçün daha rahat ola bilər. Elə bil orada düşündüyüm biotech startapı burada başlaya bilərəm. 5 ilimi burada sərf edə bilərəm. Yəni onu da təbii ki, advisor'ıma demişdim. Yəni advisor'da xoşladığım bir şey odur ki, həqiqətən də Zoom mitinqlərdə istədiyin vaxtda yarım saat oturursan və hər şeyi danışırsan. Və onlar özləri də hər şeyi soruşurlar və hətta yəni mən unutmuşdum onu deməyə ki, bəs mən DP proqramına vermişəm. Özü soruşdu ki, bəs hər hansı bir scholarshiplər var. Onda yadıma düşdü ki, bəs DP var, 5 il qayıtmaq məsələsi də var. Onu deyəndən sonra o dedi ki, bax, yəni bu LSB proqramı kömək ola bilər sənə çoxlu. DP-də bu arada müsahibəyə girmisiniz yoxsa? Girmişəm. Biraz o təcrübənizdən danışın. Deməli, çünki sizin normalda listiniz siyahıda yoxdur. Yoxdur. Top ona görə girmisiniz. Biraz o təcrübənizdən danışın ki. Onu deyim ki, müsahibəyə çox gec çağırdılar. Məni 17-si. Yəni bu günlərdə vermişəm. Bu həftə vermişəm. Mən hər şeyə hazır idim. Yəni demək olar ki, hər şeyə həqiqətən hazır idim. Çünki artıq hamı girmişdi. Sualları da standart olan suallardı bilirdim. Belə də bilirdim ki, sahə sualı da çətin ola bilər, asan da ola bilər, çətin də ola bilər. Ona görə hər şeyə hazır idim. Hər şeyə hazır olduğuma görə də elə bil sualı bitirməmiş cavabı artıq verirdim. Mənim yəni müsahibəm çox yaxşı keçdi. Yəni mən həqiqətən biraz qorxurdum sırf sahə suallarına görə. Çünki elə bil düşünürəm ki, neuroscience ilk dəfədir DP-yə müraciət edən bakalavra. Düzdür, klinik neuroscience magistri də var, sonra psixologiya da var, amma bakalavra ilk idi və ona görə bilmirdim nə sahə mütəxəssisi gətirəcəklər, nə suallar soruşacaqlar. Biraz ona görə narahat idim. Amma yəni bir dənə mənim sahəmə olan sual soruşdular. O da öz məqaləmin haqqında danışandan sonra ona uyğun sual verdilər. Başqalarına biraz çətin gələ bilər məlumatlı olmayan insanlara. Amma yəni belə baxanda sırf o məqaləni yazdığıma görə, o informasiyanı artıq bildiyimə görə sual çox asan gəldi. Belə də standart suallar idi. Bəs niyə Berkeley? Bəs niyə yəni bu sahə? Niyə ABŞ universitetləri? Qaydanda planlarınız nə olacaq? Sizin majorunuza görə hansı fənləri oxumalısınız, nə eləməlisiniz? Biraz rezümümə baxıb extracurricular haqqında suallar soruşdular. Yəni belə o təzyiq var idi, amma adam çıxandan sonra bir qürur hissi ona gəldi. Yəni mənə həqiqətən qürur hissi gəldi ki, bitirdim. Artıq qalır gözləmək. İnşallah artıq biz yayımlayanda müsbət cavab çıxmış olar və siz artıq ABŞ-da olmuş olarsınız. 2 nöqtədə siz məqaləyə toxundunuz. Mən istəyirəm biraz da məqalə haqqında danışansınız ki, nə vaxt başladınız, mövzu nə seçdiniz, necə bir proses oldu? O araşdırma etmək maraqlı olan şagirdlər üçün də bir fikir olsun. Deməli, mən araşdırmanı, məqaləni elə Rufla yazmışdım. Amma bir-iki problem məndə o idi ki, birincisi dediyim kimi sahəm çox dar bir sahədir. Bir o, ikincisi də mən biraz gec başlamışdım. Yəni izləyicilərə tövsiyə edərdim ki, hətta 9-cu sinifdə əgər alınırsa, məqalə yazılsın, hazırlansın. Çünki 10-cu sinifdə artıq adamın fikri gedir SAT-yə, IELTS-a, fərqli imtahanlara və 11-ci sinifdə isə elə bil artıq da esselər, müraciətlər. Ona görə 9-cu sinifdə həqiqətən məqalə ilə bitirmək olar. Mən 11-ci sinifdə başladım və demək olar ki, noyabra qədər vaxtım var idi. Avqustda başladım, noyabra qədər vaxtım var idi. Və biz elə bil mənə Bakı Dövlətdən PhD şagird tapdılar. Onunla biz işləyəndə mənə dedilər ki, bəs
hal-hazırda dediyim kimi sahəmə görə Azərbaycanda elə bir laboratoriya yoxdur ki, orada biz oturaq, eksperimental bir məqalə yazaq. Ona görə mənim məqaləm literature review, literature based bir məqalə oldu. Biraz daha açıq nədir? Deməli, fərq odur ki, eksperimental məqalə orada metodika var. Metodikada laboratoriyada hamısı baş verir. Amma literature review-da, review based məqalədə çox vaxt elə bil başqalarının məqaləsini oxuyub, onların bir birləşdirirsən və özün üçün elə bir nəticəyə gəlirsən. Və artıq metodika elə bil orada o olur ki, çoxlu məqalə oxuyursan. Bunun həm yaxşı tərəfləri, həm pis tərəfləri də var. Yaxşı tərəfləri odur ki, laboratoriyada işləmək lazım deyil. Pis tərəfləri də odur ki, mənim üçün daha çox vaxt apardı. Çünki öz mövzuma uyğun oxumalıydım başqa məqalələr, fərqli məqalələr. Onların samresini yazmalıydım və sonra yenə çoxlu məqalələrin samresini qabağıma qoyub elə bir nəticə qurmalıydım. O da yəni biraz çətin gəldi. Elə bir laboratoriyada işləyəndə artıq özünə uyğun nəticələr tapa bilirsən. Amma burada isə elə bil başqalarının nəticələrindən nəticə qurmalısan. Biraz vaxt apara bilər. Amma elə bil məndə mövzu o idi ki, bəs ətraf mühit necə miqrenə təsir edir. Elə bil mən fikir verirdim ki, anam qardaşımı məktəbə aparıb gətirəndə probkalar olanda anam çox vaxt gəlirdi, miqren onda başlayırdı. Mən nəsə bir dəfə, iki dəfə fikir verdim ki, belə bir şey baş verir. Və professoruma dedim ki, PhD şagirdə dedim ki, bəs mən belə bir şey fikir verirəm. Bəlkə bu haqqda bir məqalə yazaq. O da dedi ki, yazaq. Və həqiqətən də yəni ətraf mühitin elə bil maşının buraxdığı qazların effekti olur. O probka zamanı o basırlar. Qaz tormoz? Yox, deyəcəm. O axı probka vaxtı zamanı siqnal basanda onun da elə bil səsi, onun da effekti olur. Yəni belə fərqli maraqlı bir nəticələr çıxartmışdıq. Və axırıncı nəticəmiz o idi ki, biz fikir verdik ki, artıq genetikasında elə bil miqrenə belə inclination olan, meyilli olan insanlarda ətraf mühit daha çox rol oynayır. Və həqiqətən də bu nəticəyə çatmaq üçün çoxlu filtrlərimiz olmuşdu. Filtr o deməkdir ki, elə bil bizim araşdırdığımız məqalələrin kriteriyaları. Yəni belə standart kriteriyalar həmişə çox vaxt o olur ki, belə deyək, 2020-ci ildən sonrakı məqalələr olsun, yeni olsun, sonra təsdiqlənmiş olsun. Yəni bu standart filtrlərdir. Amma ondan əlavə də bizim filtrlərimiz var idi. Deyək ki, elə bir normal insanın beyninə olan ətraf mühitin rolu və sonra da onu oxuyub başqa nəticələrə baxıb belə qərara gəlməliydik ki, deməli normal insanın əslində o qədər də çox rolu yoxdur, amma miqrenə elə bil meylli olan insanlarda isə rol daha çoxdur. Yəni belə əslində həqiqətən də çox maraqlı bir məqalə idi və prosesi də həqiqətən də çox maraqlı idi. İndi elə bil hal-hazırda dərslərimdən biri kimya laboratoriya dərsi olacaq. Orada da elə bir məqalə yazmalısan. Düşünürəm ki, artıq orada mənim üçün daha rahat olacaq. Çünki artıq məqalə necə yazmalı? Bir dəfə yazmışam. Ona görə düşünürəm ki, həqiqətən də universitetdə daha rahat olacaq. Bu məqalənizi siz UC və Ivy-lərə göndərmişdiniz yoxsa? Bəli, indi orada bir məsələ var idi. Abstraktı göndərə bilərdin. Elə bil hamısını icazə vermirlər, amma abstraktı göndərə bilərsən. Mən də elə onu eləmişdim, abstraktı göndərmişdim. İndi mənim maraqlıdır ki, Leyla, bizi izləyən 7-də, 8-də, 9-da, 10-da oxuyan və planı Amerikada oxumaq istəyir. İki qrup ola bilər. Bir neyroscience-a maraq olan, tibb yoxsa
biologiya, kimyanın bir istiqaməti qərarında olan, bir də ümumiyyətlə Amerikaya doğru müraciət etmək istəyən şagirdlərə və ailələrə yaxşı ki, bunları eləmişəm, onlar da bunları edə bilər dediyiniz şeylər və mən falan şey başqa cür elədim, amma yaxşı olardı ki, siz başqa cür edə. Yəqin ki, o reflectionlar olubdu. Bəli, çox olub. İstəyirdim o təcrübənizi bölüşəsiniz ki, onlar buradan baxanda desinlər ki, mən elə bir onsa videoda çox detallı bir cür şeyə toxundunuz. Biraz da məsləhət kimi, fikir kimi bölüşə biləcəyiniz şeyləri eşitmək istəyirdim. Bəli, indi birinci onu deyim ki, bəs mən A-level proqramını götürdüm, amma A-level proqramından çox da belə necə deyim, A-level proqramı Britaniya üçün yaxşı ola bilər və düşünürəm ki, Avropada bir neçə ölkələrə də yaxşı ola bilər, amma Amerika üçün düşünürəm ki, əgər indi izləyicilərdən yəni bir hansı bir international curriculum götürmək istəyən varsa, IB, AP, A-level, A-level-ı axırıncı yerə qoyaram. Birincisi ona görə ki, A-level qiymətləri çox gec çıxır. Yəni mənim A-level qiymətlərim avqustun 6-sı çıxacaq. Bəlkə o vaxtı artıq mən təyyarədə olacağam. Bəli, onun üçün də elə bil mən belədir ki, universitetlərdən kredit ala bilərsiniz A-level qiymətlərinə görə. Amma mən artıq kredit ala bilməyəcəm. Çünki nəticələr çox gec çıxır. O krediti də elə bil iyulun 15-nə qədər ala bilərəm. Amma artıq ala bilməyəcəm. O deməkdir ki, yəni təzədən hər şeyi yenidən başlamalı olacağam. Çox da düzdür, önəmli bir şey deyil, amma yaxşı olur ki, hər hansı bir sinifi buraxa biləsən. Yaxşı olur ki, hər hansı bir sinifi elə bir additional kredit kimi gələ bilər. O məqamlar yaxşıdır. IB yaxşıdır, düşünürəm. Amma IB həqiqətən çətindir. A-level-dan qat-qat çətindir. Amma onu deyim ki, IB-yə yaxşı kreditləri verirlər. Kreditdə, yəni belə deyim, başa salım kredit nə deməkdir. Elə bil Berkeley-də məzun olmaq üçün mənim 120 unitim olmalıdır. Bir semestrdə elə bil mən bu semestr onun 17-sini bağlayacağam. Amma mənim A-level qiymətlərim biraz tez çıxsaydı, C və C-dən yuxarı olsaydı, mən bir neçə kredit alacaqdım. Və o kreditdə artıq 17 kreditin üstünə əlavə olunacaqdı. O 120-yə daha tez çatardım. Yəni belə. 3 il yarıma falan eləmə ehtimalınız olardı biraz sıxsaydı. Ya elə, ya da elə bil axırıncı semestrlarda 4-cü ilimdə daha rahat ola bilərdim. Daha az dərs götürə bilərdim. Düzdür, yəni çox dəhşət kredit vermirlər, amma bir fəni bağlaya biləcək qədər bir elə bil kredit verirlər. Amma dediyim kimi A-level-da olmur, IB-də olur və mən tanıdığım IB şagirdlər onlar yəni kredit ala bildilər və təbii ki AP, mən AP-ni birinci yerə qoyardım. Amerika yəni AP-ni çox üstün tutur. Çünki özlərinin proqramıdır təbii ki. Mən onu demək istəyirdim ki, A-level daha British olduğu üçün Britaniya universitetləri conditional offer verir və avqustda açıqlayanda şagird yenə gedə bilir. Bəli, bəli. Amerikan halında siz dediyiniz kimi çox gec qalır. Çox gec qalır. IB-də əslində normaldır, çünki iyulun 15-i çıxır, səhv etmirəmsə. Bəli. Ona görə o krediti ala bilirsiniz. AP isə bəli, AP ilə mən özüm maraqlanmışdım. Mənə elə bil daha rahat gəldi. Nəyə görə? Çünki birincisi A-level IB elədi ki, 2 ilin ərzində imtahanlar verirsiniz və çox imtahanlar verirsiniz. Yəni A-level-da elədi ki, hər elə bil semestr bitəndə yanvarda və iyun aylarında çox imtahanlar verilir. 3 fən, 4 fən götürürsünüzsə 12 imtahana qədər verə bilərsiniz. O da adama çox yorucu gəlir. Amma AP-də elədi ki, 1 il ərzində götürürsən fəni və oturub bir nəfəsə hər şeyi yazıb durursan. Bir konsentrasiya məsələsi də var. Mən elə bil A-level imtahanlarımda, özü də yay imtahanlarımda ona fikir verdim ki, deyək ki, kimya imtahanımın 2-ci uniti deyək ki 13-üdür, 3-cü uniti isə 23-üdür. 10 gün fərq olur və təbii ki, artıq 10 gün ərzində adam konsentrasiyanı itirir və artıq son imtahanlara elə bil yorğunluqdan girirsən ki, tək yazın bitsin də çıxın. Bəli, amma AP yazan şagirdlərdən o feedbacki almamışam.
Yəni onlar deyiblər ki, onlarda elə bir şey olmayıb. Yəni çox rahat bir dəfə hər şey 3 saat çəkir, düzdür. Amma hər şey yazıb dururlar və o konsentrasiyanı itirmirlər. O bilikləri 10 gün ərzində itirmirlər. Və onu da deyim ki, hal-hazırda bizim ölkəmizdə AP ilə verən çox şagird yoxdur və ona görə əgər AP fənləri götürsəz və yaxşı da qiymət alsaz, Amerika universitetləri üçün maraqlı gələ bilər. Bir növ sizi elə bil başqalarından ayıra bilər. Qrupdan ayıra. Bəli. Ona görə yəni düşünürəm ki, əgər təzədən o yolu getmiş olsaydım, AP götürərdim. AP özdə yəni 3-4 AP yox, həqiqətən də deyək ki, 9-cu sinifdə 3 dənə, 10-cu sinifdə 4 dənə, 11-ci sinifdə də 3 dənə. Yəni artıq ondan çoxun 10 plus eləməlisiniz. 10 plus eləyərdim. Amma onu da deyim ki, AP-də sırf yəni Amerika onların top prioritet olduğu o elə bil ssenaridə AP-ni tövsiyə edərdim. AP bir də UK-in halında foundationu buraxmaq istəyən şagirdlər üçün universitetlərə görə məsələn Imperial UCL 4 və ya 5 dənə istəyir. Digər top 50-də, top 100-də 2-3 AP ilə artıq birbaşa birinci kursa başlamaq olur. Bəli. UK-də o üstünlüyü var. Amerikada isə siz dediyiniz kimi qəbula və kredit saydırmağa kömək edir. Başqa məsləhətiniz? Başqa deməli yay məktəbi tövsiyə edərdim. Yay məktəbi həqiqətən də, yəni bu hekayə haqqında danışmaq istəyərdim. Yay məktəbində professorum var idi. O professordan yay məktəbi bitəndən sonra kontaktda qaldım. Və hətta yəni e-mail vasitəsilə ondan kontakta girdim. Dekabr ayları Common App-mə elə bil orada məktub istəmək olar müəllimlərdən və konsuldan əlavə bir insandan, 2 insandan. Mən ona e-mail yazmışdım. Ondan soruşmuşdum ki, istəyər mənə bir məktub yazmaq. O da razılaşdı. Mənə məktub yazdı. Və belə deyim, o günləri yeni cavablar çıxandan sonra mən ona e-mail yazdım, təşəkkürlərimi bildirdim. O da sonra mənə geri dönüş edəndə dedi ki, bəs UC Berkeley-yə çox yaxın yaşayıram və hətta özü UC Berkeley-də 7 il dərs deyib. Artıq demir, National Health Institute-da associate professor kimi işləyir. Yəni vəzifəsi biraz artdığına görə artıq UC Berkeley-də dərs demir. Ona görə mənə dedi ki, yəni Berkeley-də olan kimi mənə e-mail yazarsan, səninlə görüşərik. Bir kofe içərik ya da öz tövsiyələrimi verərəm. Və o təbii ki, çox yəni adama bir necə deyim, sevinc gətirən bir xəbərdir. Ondan da əlavə, yəni hələ də danışdığım dostlarım var proqramdan. Baxmayaraq ki, onlayn idi. 1-2 hətta 3 deyərdim qız var ki, onlardan hələ də danışırıq və hətta biri ilə yaxınıq. Nəsə olanda, elə bil paylaşım edəndə, hər hansı bir sosial şəbəkədə mənə yazır, təbriklər, mən də ona yazıram və hətta o özü də qəbul olub Kanada Universitetinə, Toronto Universitetinə. Və bir tanışım isə Boston Universitetinə qəbul olunub. Bir tanışım da var idi. İndi o 3 yaxın olduğum qızlardan danışıram. Onun qardaşı Princeton-a qəbul olmuşdu. O sırf belə New Yorkda yaşayan biridir. Qardaşı Princeton Universitetinə qəbul olmuşdu. Özündən də elə bir performans gözləyir. Ivy League səviyyədə bir performans gözləyir. Onda gəzməyiniz üçün ərazilər formalaşır yavaş-yavaş. Elədir. Ona görə yay məktəbi həm özü belə rezumedə qəşəng durur, həm də yəni həqiqətən o experience inanılmazdır. Və ilk dəfədə elə bil başqa kulturanın şagirdləri ilə tanış olursan və özün üçün yəni görürsən ki, yəni universitet həyatında belə ola bilər. Və sonra onu deyim, bir proqramım da var idi, Junior Academy. Bildiyimə görə artıq məşhurlaşıb bizim ölkəmizdə də. Mən qatılanda 9-cu sinifdə və veb-saytlarında orada qeyd etmişdilər ki, bugünə qədər sadəcə 2 Azərbaycanlı iştirak edib və mən 3-cü sayılırdım və ondan da əlavə ilk elə bir komanda lideri, Azərbaycanlı komanda lideri sayılırdım.
Junior Academy nə bir şeydir? Elə bil orada hər belə deyim 6 aydan bir onlar proqram açırlar. Çox vaxt 2-3 sahədə. Mən verəndə, müraciət edəndə süni intellekt sahəsi var idi. Və elə bil ondan da əlavə ətraf mühit sahəsi var idi və səhv etmirəmsə məktəbə aid bir sahə var idi. Elə bil AI in the classrooms sahəsi var idi. Yəni belə sahələr seçirlər. Müraciət edirsən, qəbul olunursan, istəyirsənsə öz komandanı yaradırsan, başqa şagirdləri başlayırsan elə bil dəvət etməyə. Ya dasa başqa artıq liderlərin komandasına qatılırsan. Mən süni intellekt sahəsini seçmişdim və proyektim o idi ki, mental health-da kömək edən bir AI bir assistant olsun. Elə bil neuroscience-dan AI-ın intersectionu və bizim də çox güclü komandamız var idi. Orada elə bil 6 nəfərə qədər şagird ola bilər və ondan da əlavə mentor da ola bilər. Mentorlarda bizim mentorumuz Columbia alumni idi. Columbia və Princeton alumni idi. Və o da yeni demək olar ki, bizim proyektimizi bir növ ikinci səviyyəyə qaldıra bildi. Yəni birinci yer udmadıq, amma yəni sertifikatlarımız, məktublarımız hamısını verdilər. Həqiqətən də mənim üçün çox maraqlı keçdi. Bunu təşkil edən Kolumbiya idi yoxsa? Yox, New York Academy of Science-dır. Okay. Və onların elə bil bir Junior Academy bir layihələri var. Bir də səhv etmirəmsə bir layihələr də var, izləyicilər üçün maraqlı gələ bilər. Girls Who Code. Yəni o da maraqlı gələ bilər. Elə bir layihələr də var. Yəni belə. Yəni səhv etmirəmsə indi internetdə də yazılmışdı ki, qəbul faizi 10%-ə yaxındır. Ona görə yəni həqiqətən də rezümədə çox yaxşı görsənir. Və o haqqda da sabahsı gün esselər də yazıla bilər. Bəli, çünki məndə elə idi ki, mən yeganə Azərbaycanlı idim və hətta yeganə Qafqaz regionundan biri idim. Qalanları bizdə çoxu ya Amerikadan, ya Avropadan şagirdlər idilər. Və bizdə time zone məsələləri yenə var idi. Biz elə bil son 2-3 ildə time zone əziyyəti çəkmişsiniz. Time zone əziyyəti çəkmişəm. Elə bil mən onlara güzəştə getmək üçün saat 5-də mitinqlərə qatılırdım. Süper. Saat 5-də. Onlar isə yəni biz fikirləşdik ki, sadəcə mənəm time zone elə bil çətinlikləri yaşayan. Ona görə dedim ki, yəni qrupda 6 nəfərdir, kanslerimiz də var. Yəni 7 nəfəri 6-sında alınır. Ona görə dedim ki, güzəşt eləyim və belə saat səhər 5-də, 4-də qatılırdım mitinqlərə. Amma yəni dediyim kimi çox yaxşı bir proqram idi. Amma bir məsələ var ki, şans da məsələsi var. Ona görə ki, sizə uyğun olan bir sahə olsun. Yəni arada olmaya da bilər. Arada olmaya da bilər. Amma bir şey də yaxşıdır ki, bir dəfə müraciət eləyirsə, qəbul olmusunuzsa, artıq istədiyiniz vaxt iştirak edə bilərsiniz. Elə bil qəbul olundunuz, mövzular görürsünüz ki, xoşunuza gəlmir. İkinci turda başqa mövzulara aid bir komandaya qatıla bilərsiniz. Yəni elə də var. Və təbii ki, yəni məktəbdə aktiv olmaq vacibdir. Yəni həqiqətən də düşünürəm ki, məktəbdə 1-2 aktivite olmaq yaxşıdır. Çox vaxt dövlət məktəbində oxuyan şagirdlər də mənə yazanda soruşurlar ki, bəs bizim məktəbimizdə klub yoxdur. Yoxdursa yaradın. Yəni əgər görürsünüzsə ki, hər hansı bir opportunity sizə əl çatmaz gəlirsə, yaradın. O opportunity özünüz üçün yaradın. Yəni belə. Sonra bir tövsiyəm o olar ki, sevdiyiniz bir işdən məşğul olun. Yəni mən bir ara elə olmuşdu ki, üstümə çox şey götürmüşdüm və mənim üçün o emosional olaraq çox çətin idi.
Düzdür, indi hal-hazırda heç yadıma düşmür. Hamısı həqiqətən elə bil yuxu kimi gəlib getdi. O əziyyətim, o elə bil saat səhər 7-yə qədər qalmağım, esselər yazmaq, hamısı artıq yadıma düşmür. Amma yəni adam öz üstündə çox şey götürməz. Sevdiyi bir şey olsun və sevdiyi bir şeydə də həqiqətən dedication olsun. Yəni dediyim kimi universitetlər özləri də bunu deyir. Quantity over quality. Yox, quality over quantity. Yəni keyfiyyəti daha yaxşı olsun. Vacib deyil ki, o common appda 10 yerin 10'unu da doldurasınız. 7'sini də doldura bilərsiniz, 8'ini də doldura bilərsiniz. Amma vacib bir məqam odur ki, həqiqətən dedicated olduğunuzu göstərəsiniz. Bir də bunu deyim, çox deməzdim, amma bir neçə şagirddə elə olmuşdu ki, hours per week bir məsələsi var Common App'da. Həm yüksək applicationların özündə də. Elə bil bir həftənin ərzində neçə saat ayırırsınız bu işə, bir ilin ərzində neçə həftə ayırırsınız bu işə. Yəni biz düşünəndə fikirləşmirik ki, çox vacib bir şeydir, amma həqiqətən də konsullar, özdə regional konsullar otururlar, sizin o saatlarınızın bir əlavə edirlər və arada elə olur ki, şagirdlər çox abardırlar. Yəni həftədə artıq elə çıxır ki, bunların həftələrini yatmırlar, 1 saat yatırlar, 1 saat boş vaxtları olur və təbii ki, artıq onda da konsullar, yəni office admissiondakılar başa düşürlər ki, yalandır və onlar da o yalanı görəndə biraz çəkinirlər. Ona görə bu tövsiyəni verim ki, bu səhvi etməyəsiniz. Həqiqətən oturub özünüz də müraciəti göndərməmişdən qabaq o hours per week sayasınız ki, hamısı üst-üstə düşsün. Minimum 8 saat yatasınız, minimum özünüzə 3-4 saat ayırasınız. Çünki axırda həqiqətən realistik çıxmır. Okay. Təşəkkür edirəm Leyla podkast üçün. Mən düşünürəm ki, 2 saata yaxın çox faydalı oldu. A-dan Z-yə bütün prosesləri demək olar ki, toxunduq. Amerikaya, top school-a, top 10-a getməyə marağı olan şagirdlər və ailələr üçün düşünürəm ki, çoxlu detallar həm AP ilə bağlı, həm A-level-la bağlı, həm SAT IELTS-la bağlı, həm essaylərlə bağlı, həm bu research paperlarla bağlı çoxlu maraqlı nüanslara toxundunuz. Sizə növbəti 4 ildə bol uğurlar arzulayıram. Ümid edirəm ki, növbəti illərdə artıq aktual Berkeley tələbəsi olaraq olan təcrübələrinizlə bağlı da növbəti podkastları çəkərik. Çox sağ olun, çox təşəkkürlər. Siz sağ olun, çox xoş oldu. Ümid edirəm izləyicilər üçün faydalı olar. Təşəkkürlər. Əla.